Salam. Bugün Cəlil Məmmədquluzadənin Anamın kitabı dramının seçilmiş hissələrinə deməli daha dərindən nəzər salacağıq. Salam. Bəli, məqsədimiz bugün sizinlə birlikdə bu əsərin, xüsusən də bu hissələrin detallarını, obrazlarının səhnələrini bir növ açmaqdır. Yəni, istəyirik ki, dinləyicilər bu klassik əsərin məhz bu bölümünü tam belə deyək, hiss etsinlər, anlasınlar. Gözdən qaçan heç nə qalmasın. Tamamilə doğru. Əvvəlcə zaman və məkana baxaq. Hadisələr Hicri 1330, yəni təxminən 1912-ci ildə Rusiya imperiyasının tərkibindəki bir Azərbaycan şəhərində baş verir. Bu elə bir dövrdür ki, hər tərəfdən fərqli təsirlər var, eləmi? Rusiya, İran, Osmanlı. Bəli. Çox mürəkkəb bir dövrdür və bütün bu xarici təsirlərin, ideologiyaların toqquşması elə əsərin mərkəzindəki ailənin içində demək olar ki, güzgü kimi əks olunur. Gəlin onda elə əsas obrazlarla, yəni o ailə üzvləri ilə başlayaq. Hər biri ayrı bir dünyadır sanki. Eymi də, hərəkətləri də bunu göstərir. Picak, qalstuk, eynək, ağır, təmkinli. Əlbəttə. Əsas məşğuliyyəti də maraqlıdır, rusca lüğət yazır. Bu onun dünya görüşünü, Rusiya yönümlülüyünü, rasional düşüncə tərzinə üstünlük verdiyini çox aydın göstərir. Amma bu rasionallıq onu biraz da soyuq, ətrafdan qopuq göstərmirmi? Xüsusən o lüğətə aludəçiliyi. Göstərir, əlbəttə göstərir. Sanki o lüğət onun üçün reallıqdan daha vacib bir şeyə çevrilib. İkinci oğul isə Mirzə Məhəmmədəli, 35 yaşında, tamamilə başqa bir aləmdir. O, İran tərbiyəsi tərəfdarıdır, ilahiyyat müəllimi. Bəli, uca İran börkü, arxalıq, qurşaq, çuxa. Geyimi də, danışığı da, hətta oturub durması da, məsələn, diz üstə oturması, onun şərqə, dini dəyərlərə, İran təsirinə bağlılığını nümayiş etdirir. Acıqlı, gülməyən bir tipdir. Üçüncü qardaş da var, Səməd Vahid, 30 yaşında. O da ziyalıdır, amma onun yönü Osmanlı Türkiyəsinədir. İstanbulda ədəbiyyat təhsili alıb. Osmanlı tərbiyəsi, türkçülük iziyaları, qırmızı fəs qoyur, o da pijak jilet geyinir, amma onun dili, üslubu fərqlidir. Daha çox şeirə, ədəbiyyata meyillidir. Yəni, üç qardaş, üç fərqli ideoloji cərəyan. Rusiya, İran, Osmanlı. Eyni ananın övladları, amma... Amma sanki üç ayrı qütb. Məmməd Quluğuzadə məhz onların simasında o dövr Azərbaycan ziyalılarının ümumiyyətlə cəmiyyətin üzləşdiyi o çətin seçimi, o parçalanmanı göstərir. Eyni evdə yaşayırlar, amma bir-birlərini anlamırlar, başqa dillərdə danışırlar. Bu təkcə məcazi deyil, bəzən həqiqi mənada da belədir. Və bu münaqişənin, bu çəkişmənin ortasında qalan qadınlar var. Ana Zəhra bəyim, 60 yaşında. Ailəni bir arada saxlamağa çalışır, ənənələrə bağlıdır. Amma oğullarının bu davası qarşısında acizdir, yazıqdır. Düzdür. Və bacıları Gülbahar, 20 yaşında, gözəl, savadlı, anasına çox bağlı. Amma qardaşlarının bu mübahisələri onun taleyini də sual altına qoyur. Bir də Rüstəmin arvadı var, Zivər xanım. Aha, o da rus təhsilli, müasir geyimli, amma sanki öz köklərindən biraz uzaqlaşıb, müsəlmanca savadı yoxdur deyilir. Bəli, bu obraz sistemi ilə Məmmədquluzadə problemin çox qatlı olduğunu, təkcə kişilər arasında deyil, bütün ailə strukturlarına təsir etdiyini göstərir. İndi gəlin baxaq, bu gərginlik birinci məclisdə özünü necə biruzə verir? Məkan qardaşların iş otağıdır. Hərənin öz yeri var, amma eyni otaqdadılar. Elə ilk səhnələrdən Rüstəm bəyin lüğətlə nə qədər məşğul olduğunu görürük. Kənardan gələn hər hansı səs, anasının səsi, uşaq ağlaması onu dərhal hövsələdən çıxarır. Lüğət yazıram deyir. Onun üçün ən vacib iş budur. Amma əsl toqquşma, fikir ayrılığı almaz sözü üstündə başlayır. Rüstəm bəy Avropa elminə əsaslanıb deyir ki, almaz dünyada ən bərk maddədir. Və Mirzə Məhəmmədəli dərhal buna etiraz edir. Onun üçün bərklik təkcə fiziki bir şey deyil. Elədir. O, başlayır almazdan daha bərk olan şeyləri sadalamağa. Daş, dəmir, od, su, bulud, yel, mələk, mələkül mövt, ölüm mələyi, ölümün özü və nəhayət Xudavəndə aləmin əmri. Bu, tamamilə fərqli bir düşüncə sistemidir. Biri rasional, elmi, digəri isə dini, metaforik. Rüstəm bəylə dilmançısı Mirzə Həsənin bu izaha gülməsi isə vəziyyəti lap pisləşdirir. Əlbəttə.
Mirzə Məhəmmədəli bunu öz inancına, dininə qarşı hörmətsizlik kimi qəbul edir və çox qəzəblənir. Baxın, bu kiçik lüğət mübahisəsi əslində qardaşlar arasındakı o dərin uçurumu, bir-birini anlamaq istəməməyi, hətta başa düşmədiyinə hörmət etməməyi göstərir. Və bu gərginliyin üstünə ana gəlir, qızının Gülbaharın evlilik məsələsini ortaya qoyur. Ümid edir ki, bəlkə bu onları birləşdirər, amma əksinə olur. Tamamilə əksinə, yeni bir mübahisə başlayır. Hər qardaş bacısını öz düşərgəsindən olan bir namizədə, Rüstəm özü kimi Rus təhsilli mal həkimini, Mirzə Məhəmmədəli özü kimi ilahiyyat müəllimini, Səməd Vahid isə özü kimi Osmanlı ədəbiyyatçısı olan gənc yazıçını təklif edir. Gülbaharın reaksiyası isə çox təsirli və məncə çox vacibdir. O, qardaşlarının bu soyuq prinsiplər uğrunda onun həyatı ilə oynamasını istəmir, seçim etməkdən imtina edir. Deyir ki, əgər bu dava yaradacaqsa, heç kimə getmək istəmirəm. Tak istəyi odur ki, qardaşları yola getsinlər. Kaş siz bir-birinizdən yola gedin. Bu sözlər əslində bütün bu ziyalı çəkişmələrin, bu ideoloji mübarizələrin puçluğunu göstərən ən güclü ifadədir. İnsan taleyi, ailə birliyi, bütün bu mücərrəd məsləklərdən daha önəmli olmalıdır mesajını verir sanki. Birinci məclis çox gərgin bitir. Qardaşlar yenə bir-birinə qəzəblənir, analarını da dinləmirlər. Ana, Zəhra bəyim isə əlindəki o kiçik dəftərçə Bayaz ilə tək dalır, onu öpür, sanki son ümidi odur. Bəli, o Bayazın sirri hələ açılmayıb, amma ananın ona belə bağlanması göstərir ki, onun üçün xüsusi bir mənası var. Keçək ikinci məclisə. Hadisələr cəmiyyəti xeyriyyə yığıncağındadır. Bu səhnə də çox maraqlıdır. Sanki birinci məclisdə ailə içində gördüyümüz o münaqişələrin daha geniş miqyasda, cəmiyyət səviyyəsində təkrarıdır. Tamamilə. Hətta səhnənin tərtibatı belə bu sosial təbəqələşməni, fikir ayrılığını göstərir. Masanın ətrafında Rusiya təhsilli, Avropa sayağı geyimli üzvlər oturur. Kənarda yerdə isə ənənəvi geyimli Mirzə Məhəmmədəli və onun tərəfdarı Mirzə Bəxşəli diz çöküb. Qapı ağzında kasıblar dayanıb, qadınlar isə pərdə arxasındadır. İclas başlayan kimi yenə o dil məsələsi ortaya çıxır. Rüstəm bəy iclası rusca açır və dərhal etirazlar başlayır. Türkiyə danışılmalıdır. Bəli, Mirzə Zeynal kimi millətpərəstlər buna kəskin etiraz edir. Zivər xanım kimi rusca danışanlar isə bunu vəhşiliyə adlandırır. Bu təkcə dil seçimi deyil, kimlik, siyasi mövqey məsələsidir. Sonra Gülbaharın potensial namizədlərinin çıxışlarını dinləyirik və bu çıxışlar da çox simvolikdir. Aslan bəy, Rüstəmin namizədi, büdcə kəsirləri haqqında quru, rəsmi rəqəmlərlə dolu bir çıxış edir. Gülbahar isə yatır az qala, əsnəyir. Sonra Hüseyn Şahid Səmədin namizədi çıxış edir. Osmanlı türkcəsində çox bəzəkli, təntəraqlı, vətənpərvər bir nitq söylüyor, amma dili o qədər mürəkkəbdir ki, çoxları o cümlədən Gülbahar yenə heç nə başa düşmür, darıxır. Mirzə Məhəmmədəlinin namizədi Mirzə Bəxşəli də onlardan geri qalmır. Valideynlər şikayət edir ki, bunlar aylardır uşaqlara ancaq ay və günəş tutulmalarından danışırlar. Bəxşəli isə çıxıb bunu elmi, dini terminlərlə dolu uzun-uzadı bir nitqlə əsaslandırmağa çalışır. Nəticə yenə eynidir. Yuxulama, anlaşılmazlıq. Baxın, Məmmədquluzadə nəyi göstərir? Bu üç fərqli ziyalı tipi, qərbçi, türkçü, dündar, hər biri öz qapalı dünyasında yaşayır, özünə məxsus, amma əksəriyyət üçün anlaşılmaz bir dildə danışır. Onların yüksək söhbətləri nə Gülbahar kimi sadə bir qızın, nə də ümumiyyətlə xalqın real həyatına, problemlərinə toxunmur. Real problem demişkən elə həmin iclasda acların ərizəsi də var. Şikəst, çox uşaqlı bir adam yardım istəyir. Cavab nə olur? Cavab çox bürokratikdir. Cəmiyyətin pulu ehtiyat fonduna ayrılıb, indi kömək etmək olmaz. Məsələni araşdırmaq üçün bir komitə yaradılsın. Problem həll olunmur, sadəcə süründürülür. Bu soyuqluq, bu biganəlik fonunda isə çox təsirli bir epizod baş verir. Kənddən gəlmiş çobanlar, qəmbər və yoldaşları qapıda peyda olurlar. Onlar oradakı kasıbların ağladığını görüb səbəbini soruşurlar. 3 gündür ac olduqlarını biləndə isə heç bir söz demədən, müzakirə etmədən dərhal heybələrindən çörək, yağ çıxarıb onlara verirlər. Nuşcan olsun, doyunca yeyin deyirlər. Bu həqiqətən də inanılmaz bir kontrastdır. O qədər ziyalı, xeyriyyətçi adamın bacarmadığını ya da etmək istəmədiyini bu sadə çobanlar bir anda, təmənnasız şəkildə edirlər.
Əsl insanlıq, əsl mərhəmət budur sanki. Tamamilə və bu təzad biraz sonra çobanlarla mal həkimi Aslan bəyin diyaloqunda da davam edir. Aslan bəy onlara elmi terminlərlə dezinfeksiya, temperatura, suallar verir. Çobanlar isə bu sözləri başa düşmürlər. Onların dərdi aydındır. Qoyunlar qızdırmadan ölür. Onlar həkimdən başa düşəcəkləri dildə danışmasını, dərman verməsini xahiş edirlər. Amma həkim yenə də onları tam anlamır. Resept üçün sonra gəlmələrini deyib gedir. Bu da ziyalıların öz xalqından, onların real problemlərindən nə qədər uzaq düşdüyünü göstərən növbəti bir detaldır. Elmləri var, amma bu elm praktikada insanlara kömək etməkdə işə yaramır. Çünki ortaq dil yoxdur. Və bütün bu hadisələrdən sonra Gülbaharın yekun sözü hər şeyi yerinə qoyur. Qardaşları hərəsi öz namizədini tərifləyəndə o deyir: "Çobanların danışığından savayı mən bir söz başa düşmədim." Bəli. Onun üçün bütün o mürəkkəb nitqlər, elmi izahatlar, vətənpərvər şüarlar boş və mənasızdır. Yalnız çobanların səmimi, həyati, başa düşülən sözləri ona təsir edib. Bu, əslində Məmməd Quluzadənin özünün də mövqeyini göstərir. Təbii ki, Gülbaharın bu sözləri də qardaşları barışdırmır. Əksinə, yeni bir mübahisə alovlanır və ikinci məclis də ananın huşunu itirib yıxılmasıyla faciəvi şəkildə bitir. Üçüncü məclisdə hadisələr daha da kəskinləşir. Məclisin əvvəlində yenə çobanları görürük. Bu dəfə onların öz dünyasına, qoyunları olan münasibətinə daha yaxından şahid oluruq. Qəmbərin hər bir qoyunu adıyla tanıması, onların necə yoxlaması, hətta itən qoyun üçün bayatı deməsi, bu çox səmimi və təsirli səhnələrdir. Bəli, onların heyvanları olan bağlılığı təkcə maddi deyil, həm də mənəvi bağlılıqdır. Qəmbər deyir ki, bir qoyunu itirmək onlar üçün evlad itirmək kimidir. Çünki o qoyun onlar üçün qardaş, əziz yoldaş kimidir. Bu, Rüstəm bəyin lüğətinə və ya Səməd Vahidin qəliz şeirlərinə olan münasibətdən çox fərqlidir. Daha canlı, daha insani bir bağlılıqdır. Amma bu gözəl mənzərədə qardaşların qərarını dəyişmir. Onlar artıq köçmək qərarına gəliblər. Mirzə Məhəmməd Ali və Səməd Vahid hamballarla gəlir, əşyalarını, kitablarını yığmağa başlayırlar. Ananın yalvarışları, gözyaşları, hətta o bayazı göstərməsi belə kar etmir. Qardaşlar öz ideoloji fərqliliklərini o qədər şişirdiblər ki, bir dam altında yaşamağı qeyri-mümkün sayırlar. Və tam bu köçmənin ortasında gözlənilməz bir hadisə baş verir. Senzor Mirzə Cəfər bəy polislərlə birlikdə evə basqın edir. Bəli, hökumət qardaşları təhlükəli siyasi fəaliyyətdə ittiham edir. Şairlər gəzir ki, güya bunlar pantürkizm, Azərbaycandan ayrılması, sosialist təbliğatı ilə məşğuldular. Bu çox ciddi bir ittihamdır, ailə üçün böyük təhlükədir. Amma Məmməd Quluzadə burada çox güclü bir satirik, ironik bir səhnə qurur. Senzor qardaşların kitabxanalarını yoxlamağa başlayır və nə tapır? Gözlədiyi o inqilabi, təhlükəli kitablar əvəzinə tamam başqa şeylər tapır. Rüstəm bəyin rəfində yalnız müxtəlif rusca lüğətlər var. Mirzə Məhəmməd Əlinin sandığında yalnız və yalnız ay və günəş tutulmalarına aid dini kitablar çıxır. Səməd Vahiddə isə yalnız Osmanlı şeir kitabları, qafiyə, vəzn qaydaları. Yəni, senzor başa düşür ki, bu adamların məşğuliyyəti hökumət üçün heç bir təhlükə törətmir. Onlar öz dar, həyatdan qopuq, hətta biraz da absurd maraqları ilə məşğuldular. Məhz və senzorun özü də etiraf edir ki, gəlməzdən əvvəl başqa şeylər gözləyirmiş, amma indi görür ki, bunlar ən salamət və zərərsiz təbəələrdəndir. Bu bir tərəfdən Çar hökumətinin yersiz şübhələrini, paranoyasını göstərir. Digər tərəfdənsə, daha önəmlisi, o dövr ziyalılarının fəaliyyətinin nə qədər səmərəsiz, real həyata təsirsiz olduğunu vurğulayan kəskin bir tənqiddir. Senzor gedəndən sonra isə Rüstəm bəy qəfildən gülməyə başlayır. Öz vəziyyətlərinin, yəni biri lüğət yazan, biri tutulma duası yazan, biri də qəliz şeirlər yazan üç qardaşın bu absurd vəziyyətini dərk edir. Bu, faciəvi bir gülüşdür. Öz mənasızlıqlarını anlama anıdır. Amma bu anlama, bu oyanış belə onları birləşdirmir. Əksinə bu gülüş Mirzə Məhəmməd Əlini təhqir edir və dava daha da şiddətlənir. Və bu dəfə münaqişə ən dəhşətli nöqtəsinə çatır. Qardaşlar qəzəbdən özlərini itirib, analarını itələyirlər, onun son ümid yeri olan əziz tutduğu o bayazı yerə atırlar, səhifələrə ətrafa səpələnir. Bu, mənəvi süqutun,
ailə dəyərlərinin tamamilə tapdanmasının kulminasiyasıdır. Ailə bağları qırılır, ana Zəhra bəyim isə bu dəhşətə dözməyib huşunu itirir. 4-cü, yəni sonuncu məclisdə Zəhra bəyim artıq xəstədir, yataqdadır. Qardaşlar son dəfə onunla vidalaşmağa gəlirlər, üzr istəyirlər. Amma yenə də öz mövqələrindən dönmürlər. Üzr istəmələri çox səthi görünür. Hərəsi öz kitablarını, öz məsləyini bəhanə gətirərək getməkdə qərarlı olduqlarını deyirlər. Hələ də problemin kökünü bir-birlərinin yanlış kitablarında, yanlış ideologiyalarında axtarırlar. Analarının ölmək üzrə olması belə onları fikirlərindən daşındırmır. Bu, onların egoizmini, empatiyasızlıqlarını son dərəcə aydın göstərir. Onlar gedirlər. Zəhra bəyim çarəsizlik içində qalır. Yenə halı pisləşir. Və yenə bu ən ağır məqamda kim gəlir? Çobanlar. Bəli, Qəmbər və yoldaşları. Onlar Zəhra bəyimin halını soruşmağa gəliblər. Onun yanında otururlar. Hətta onun xahişi ilə Qəmbər çoban həyatından danışır, zaman tütəkdə çoban bayatı çalır. O sadə musiqi, o sadə sözlər, sanki o dağılmış evə, o qəmgin atmosferə bir anlıq da olsa bir təsəlli gətirir. Bu səhnə yenə o təzadı gücləndirir. Ziyalı övladların tərk etdiyi, ölüm yatağında olan anaya sadə, amma vəfalı çobanlar dayaq durur. Onların təbiətlə bağlılığı, səmimiyyəti, mənəvi təmizliyi əsərin sonunda bir daha önə çıxarılır. Və Zəhra bəyim son bir ümidlə o bayazı qızı Gülbahara verir. Deyir ki, içində atalarının ölümündən əvvəl yazdığı bir qeyd var. Əgər qardaşlar onu oxusalar, bəlkə barışarlar. Bu, keçmişdən atadan gələn bir müdrikliyin indiki fəlakəti həll edə biləcəyi ümididir. Gülbahar həmin yazını tapır, oxuyur. Bu arada qardaşların göndərdiyi hamballar əşyaları aparmaq üçün gəlirlər. Gülbahar çox çətin vəziyyətdə qalır. Anası qardaşlarının köçdüyünü bilsə, yəqin ki öləcək. Ona görə də hambalları bir təhər yola verir və bu vəziyyətdən çıxmaq üçün Qəmbərdən kömək istəyir. Qəmbər də tərəddüd etmədən, gözüm üstə, xanımcan, buyur deyir. Əsər də elə bu yerdə Gülbaharın çarəsiz halda düşünməsi və Rüstəm bəyin otağa boylanması ilə bitir. Final açıq qalır. Bəli, Məmmədquluzadə bizə hazır cavab vermir. Gülbahar anasını xilas edə biləcəkmi? Atanın bayazdakı sözləri, o anamın kitabı adını daşıyan dəftərçə, həqiqətən də bu qədər dərinləşmiş kini, parçalanmanı aradan qaldıra biləcək qədər güclüdürmü? Yoxsa artıq hər şey üçün çox gecdir? Bu suallar havada qalır. Beləliklə, bu 4 məclisdə Məmmədquluzadə çox böyük bir faciəni, bir ailənin timsalında əslində bütöv bir cəmiyyətin, bir dövrün faciəsini göstərir. Xaricdən gələn bir-birinə zidd ideologiyaların insanları necə parçaladığını, Xalqın real ehtiyaclarından, dərdlərindən uzaq düşmüş, öz mücərrəd, qəliz məşğuliyyətlərinə, lüğətlər, tutulmalar, şeir ölçülərinə qapılmış ziyalılığın kəskin tənqidini. Və bunun müqabilində sadə insanların, çobanların timsalında göstərilən sağlam düşüncəni, təbii mərhəməti, həyati müdrikliyi Və bütün bunların fonunda ailə bağlarının necə qırıldığını, ana məhəbbətinin, ana ürəyinin necə tapdandığını görürük. Ümid edirik ki, bu ətraflı təhlil, bu söhbətimiz sizin üçün anamın kitabının bu hissələrindəki o dərin mənaları, Məmmədquluzadənin demək istədiklərini daha aydın görməyə kömək etdi. Hər səhnəni, hər obrazı bacardığımız qədər açmağa çalışdıq. Və sonda, gəlin bir anlıq düşünək. Zəhra bəyin bütün ümidini o kitaba atanın yazdığı, ananın qoruduğu o bayaza bağlamışdı. Sizcə, sözlər, kitablar, hətta ən müqəddəs sayılan vəsiyyətlər belə insanlar arasında yaranmış bu qədər dərin uçurumları doldura bilərmi? Yoxsa elə parçalanmalar var ki, heç bir kitab onu sağalda bilməz. Bu kitaba olan inamın özü əslində nəyi ifadə edir? Bəlkə də əsl cavab elə bu sualların özündədir.